Bismillahirrahmanirrahim. La havle ve la quvvete illa billahil aliyyil azim. Allaha sonsuz şükürlər, Peyğəmbərinə və əhl-i beytinə, Allahın yaratdığı məxluqatın sayı qədər salavat və salamı Allah bizdən qəbul eləsin. Zamanə imamının məhzərinə, anası Zəhranın mövludu münasibəti ilə təbrikimizi Allah Teala bizdən qəbul eləsin. Allah bu günlərin hörmətinə ağamızın zuhurunu tezləşdirsin. Xanım Zəhranın haqqın bizə tanıttıran Mövlanın zuhurunu tezləşdirsin inşallah. Biz bu günlər əslində ilahi bir dəyərli günlərdir. Bu günlərin hesabına istifadə edib Xanım Zəhra salamü tanımalıyıq. Niyə tanımalıyıq? Əvvəlcə bu sualı qoyuram. Çünki insanın ülgüyə, meyara, bir ideoloqa ehtiyacı var. Hər bir insan ideya sahibidir və ideya sahibi olanda özünə bir ideoloq götürür. Məsələn, biz xalq olaraq bəzən müsbət enerji almaqdan ötürü həmin istədiyimiz məqamda bir adam tapa bilməyəndə özümüzdən əfsanə əsatir düzəltmişik o ideoloqdan enerji almaqdan ötürü. Məsələn, belə deyək, fərz eləyək, o qədər bizim dastanlarımızda, nağıllarımızda ideoloqlar bizi aşlayıblar, Məlik Məmmədi deyiblər, üzr istəyirəm, Koroğlunu bizə qəhrəman kimi təbliğ olunub. Yəni, bu nə deməkdir? Bir xalqın, bir cəmiyyətin, bir fərdin həmişə ideoloqa ehtiyacı var. Madəm əfsanə olan ideoloqu biz axtarırıqsa, niyə həqiqi Allahın göndərdiyi ideoloqlardan biz dərs götürməyək? Bu bizim fitri və mənəvi ehtiyaclarımızın təminatıdır ki, Allah bizə göndərib. Niyə Fatiməni tanımalıyıq? Xanım Zəhranı niyə tanımalıyıq? Çünki insanın həyatda ülgüyə və sağlam nümunəyə ideoloqa ehtiyacı var. Nəinki onların maddi həyatlarını biz yaşamalıyıq. Allahın göndərdiyi övliyaların, peyğəmbərlərin, imamların, Həzrəti Zəhra salamun əleyhanın maddi həyatını biz yaşaya bilmərik. Onlar saxsı qabda yemək yeyiblər, onlar dəvə ilə, atla gəziblər, deyək ki, qılınc işlədiblər. Amma indi biz də bir məsafəni qət eləmək üçün at dəvə istifadə eləyəyimi? Deyək ki, bugünün müasir qabları qalsın, biz o vaxtın qablarından istifadə eləyəyimi? Yox, bu maddi həyat bizə fayda vermir. İkinci, bizə görünməyən tərəf onların elmi lədünnüsüdür. Qeybi elmi bilmələri, ilahi elmə sahib olmaları, o da Allahın fəzlidir, onlara bəxş eləyib, ona da biz əlimiz çatmır. Biz onların mənəvi həyatların, əxlaqi həyatların özümüzə dərs götürməliyik. Əli əleyhissalamdan yaxşı kim tanıya bilər Xanım Zəhra salamun əleyhanı? Eləcə bütün imamların Xanım Zəhra salamun əleyh haqqında kəlamı var. Məsələn, İmam-ı Zaman əleyhissalam buyurur ki, Peyğəmbər qızı mənim özüm üçün ülgüdür, meyardır. Hədis belə başlayır, buyurur, Kana yaxrucani ilə səhra və yəhmelani tamr. Xanım Zəhra salamun əleyha Əli əleyhissalamla bir yerdə bəzən biraz xurma götürərdilər, bir yerdə çıxardılar səhraya, söhbət eləməyə. Və yaxud da imam və xanım evdə, ya deyək ki, səhrada çölə gəzməyə söhbət eləyərdilər. Bu söhbətlərin birin Əmir-ül-Möminin əleyhissalam buyurur, Zəhra mənlə bir gün belə sual elədi. Yəbnəm, ya Əbəl Həsən. Bu sözün üstə dayanmasam keçə bilmirəm. Müraciətə baxın. Yəbnəm, ya Əbəl Həsən. Buna deyilər mərifət. Ey əmoğlu, ey Həsənin atası. Evdə, ailədə hörmət müraciətdən başlayır. Öz xanım, öz ərinə, öz başının sahibinə müraciətdə ağırlığı gözləsə, demək, hörməti elə oradan təməlin qoyur. Və yaxud da kişi xanıma. Yoxsa yüngül müraciətlər eləsə,
demək hörmət oradan sınmış olur. Yəbnə əm, ey əmoğlu, ey Həsənin atası. Mərifət, ədəb, ağırlıq, ehtiram. Ma əhiddəni kadibə və la xainə və ma xaləftükə mundaşərtəni. Əbəl Həsən, ey Əli, ey əmoğlu. Sənlə yaşayan gündən bugünkü günə qədər sənə yalan danışmadım, sənə xəyanət eləmədim və sənə müxalif olmadım, itaətsizlik eləmədim. Xanım Zəhra salamun əleyha huriyə-i insiyyədir, tahirədir, zəkiyyədir, raziyədir, mərziyyədir, mühəddəsədir. Xanım Zəhra salamun əleyhadan bu sifətlər uzaqdır. Allah Qur'an-ı Kərimdə Təthir ayəsin Xanım Zəhra barəsində buyurur. Allah paklayıb. Amma xəyanət, yalan və itaətsizlik. Xanım niyə bunu işarələyir? Çünki Xanım Zəhra salamun əleyha hər iki dünya xanımlarının seyyidəsidir. Əslində qadının xoşbəxtliyinin kilidin Xanım Zəhra bizə təqdim edir. Ailələrin xoşbəxtliyinin kilidi budur. Xanım ərinə yalan danışmasın, ərinə xəyanət eləməsin və ərinə itaətsizlik eləməsin. Bunları eləsə xoşbəxt olacaq, amma əksin eləsə itaətsizlik, Allah eləməsin, xəyanət və yalan olduğu ailədə o ailə dağılacaq. Ailə qurmaq istəyəndə olduğu kimi demirlər bu günləri ölkəmizdə, cəmiyyətimizdə, dünyamızda ailələrə bir zəlzələ düşüb. Bu günlərdə televiziyada statistik məlumatı dinlədim. Hər zaman, hər il bu aktual məsələdir. Dedilər, hər gün 60 ailə məhkəmələrdə rəsmi olaraq boşanır. Elə bir gün yoxdur ki, bu təkrarlanmasın. Bunun səbəbi ilk budur ki, tanışlıqda, bir-birinə təqdimatda yalan deyirlər. Kişi xanıma, xanım kişiyə. Özlərin deyək ki, olduğu kimi görünmürlər. Tamam saxtakarlıq edirlər. Sonra həqiqət üzə çıxanda gözdən düşür və məhəbbət arada soyuyur. Varlısan, denən varlıyam, yoxsulam, denən mən buyam. Öyür özün, sonra ailə qurandan sonra təsəvvürdəki təsdiqini tapmır və ailə dağılır. Həyatda sədaqət olsa müşkül olmaz. Yəni, içlə çöl eyni olsa, sidq-ü səfa, dil qəlbdən gələni desə, ailələrdə müşkül problem olmaz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu sədaqət o qədər önəmlidir ki, 8 il Peyğəmbərimiz Məkkədən ayrı düşmüşdü. Yəni, öz vətənindən gəlmişdi, Mədiniyə 53 yaşında çıxmışdı. Artıq 60 yaşı Peyğəmbərimiz keçirdi. 61-ci yaşın içində idi. Peyğəmbər öz vətənindən ayrı idi. İndi Peyğəmbərə Allah Teala izin verir, əmr verir ki, Məkkəni fəth eləməyə. Məkkəni fəth eləməyə gedəndə İsra surəsinin 80-ci ayəsi mütəal Allah göndərir. Qul Rabbi ədxilni mudxalə sidqin və əxricni muxrəcə sidqin və cəalli millədunqa sultanən nəsira. Allah, məni hara daxil eləsən, Peyğəmbər belə dua elə. Hara daxil eləsən, sədaqətlə daxil elə, doğru düzgün. Və hardan da xaric eləyirsən, oradan da mən sədaqət qoyum özümdən sonra, doğruluq görsünlər məndən, oradan xaric olum və sənin tərəfindən kömək olunmuş səltənət, sultanlıq ver mənə, ya ilahi və Rəbbim. Sədaqəti Peyğəmbərə Allah Teala dua eləməyi əmr edir. Yəni, bütün hərəkət və addımların sədaqətli olum, ilahi. Yəni, həyatımda yalan olmasın. Sədaqətin, doğruluğun, sidqin əksi yalandır. Yalan bərbad eləyir həyatı. İkincisi, xəyanət. Həyat yoldaşının haqqı nədir? Onu gözləməsə insan xain olur. Xanım buyurur, mən əmanətdar oldum sənə, Əlican. İstər xanım öz ərinin namusuna, istər onun malına, sərvətinə, hər nəyinə
xain əl uzatsa o evin bərəkəti olmaz, ailədən bərəkət çəkilər. Baxaq görək bu əmanətdarlıq, yəni xəyanətin əksi əmanətdarlıqdır. Biz əmanətə sahib çıxmaq adətən elə biri-birinə bir pul verər, ona əmanətdar deyərik. Yox. Məsələn, biri-birinin yanında namusunu əmanət qoyar. Kişinin namusu xanımının əlində əmanətdir. Buna əmanətdarlığın görün nə qədər önəmi var. İmam-ı Sadiq aleyhissalam buyurur. La tenduru ila tuli riku'ihim ve sucudihim unduru ila sidqil hadisi və ədail əmanə. Baxanda heç vaxt baxmayın bir insanın rüku və səcdələrin uzunluğuna. Həmişə baxın onun düz danışmağına və əmanətdarlığına. Bu hədis barəsində bu yaxınlarda mənə bir qardaş sual verdi. Dedim, madəm biz onun rüku sücuduna, yəni səcdələrinə, namazına baxıb dəyər verməyəcəksə, onda deməli, axı bəzi hədislər bizə namazı vaxtında qılmağı, namaza önəm verməyi bizə tapşırır. Amma bu hədis ziddiyyət, paradoks təşkil edir. Yox, bu ziddiyyət yoxdur burada. O hədislər namazın önəmini çatdırır, bu hədis isə əmanətdarlığın və belə deyək, düz danışmağın önəmin bizə çatdırır. Bir də nə hadisəni danışım, daha da bu xanım Zəhra salamun əleyhanın Əli əleyhissalama buyurduğu o mərhələlər aydınlaşsın. Həzrəti Müslim əleyhir-rəhməni İmam Hüseyin əleyhissalam bilirsiniz Kufiyə elçi olaraq göndərmişdi. Həzrəti Müslim Hani ibn Ürvənin evində qalırdı. Yavaş-yavaş qüvvə toplayırdı, dostlarını toplayırdı. Kim malı köməkli eləyirdi ki, silah alınsın. Ona görə bunları eləyirdi ki, Həzrəti Müslim tərəfdaş toplayırdı. İmam Hüseyin əleyhissalam Kufiyə daxil olanda daha ətrafında qoşun olsun, Yezid Kufiyə girə bilməsin. 4000-ə yaxın Həzrəti Müslim tərəfdaş toplamışdı. Artıq ətraf da maraqlı idi ki, tərəfdaş toplasın. Müslim İbni Osəcə Əli əleyhissalamın o layiqli səhabələrindən ki, Kərbəlada şəhid olan iki qocadan biridir. Biri Həbibi Məzahirdir, biri Müslim İbni Osəcə, Kufəlidirlər. Müslim İbni Osəcə bir gün Kufə məscidində namaz qılanda gördü, tanımadığı bir şəxs gəldi, yanında durdu. O qədər gözəl şəkildə namaz qıldı. Xuşu, xuzu, səcdədən qalxmır. Müslim İbni Osəcəni bu səcdələri ilə ovladı. Gözlədi, bu namazın qurtar, dedi, sən kimsən, bu şəhərdə qəribsən, birdən bir köməyə ehtiyacın olar. Dedi, eşitmişəm bu şəhərdə İmam Hüseynin bir elçisi var, Müslim İbni Əqil, mən biraz pulum var, gəlmişəm ona kömək eləməyə. Müslim İbni Osəcə bu sözü deyən kimi həm namazın gördü, o cür xuşu-xuzu ilə, belə deyək, aldadıcı bir namaz qıldı, həm də Müslimin də köməyə ehtiyacı var. Götürdüm bu kişini, bu Məqəl İbni Yeziddir. Bunu götürdü, gətirdi Hani İbni Ürvənin evinə. Yəni Müslimin qaldığı yeri birbaşa göstərdi buna. Və bu da gəldi Müslimə özünü təqdim elədi ki, mən eşitmişəm sən Yezidin əleyhinə qoşun toplayırsan, mən də gəlmişəm sənə köməkli eləməyə. Müslim də elmi qeybi bilmirdi ki, razılaşdı, bu pulun göstərdi. Oturdu Müslimin yanında, lap belə deyək, yaxınlarından oldu. Neçə gün ki qaldı orada, bütün Həzrəti Müslimin köməklərinin siyahısını tutdu. Kim gəlir, kim nə işə baxır, kim necə kömək edir Həzrəti Müslimə, hamısının siyahısını aldı. Və İbn Ziyad Kufiyə daxil olandan sonra, sən demə bu İbn Ziyadın casusuymuş, getdi İbn Ziyadın qabağına siyahını qoydu ki, Müslim Hani İbn Ürvənin evindədir, yanında bu adamlar Həzrəti Müslimə belə kömək edir. İlk Hani İbn Ürvəni tutdular, Həzrəti Müslimin ətrafından o adamları həbs elədilər, edamlar başladı. Yəni gəlib oturub süfrəsinin başında xain oldu, xəyanət elədi. Amma halbuki o namazına, rükusuna və səcdəsinə Müslim İbn Osəcə allandı. Bu cəhətdən deyir, onun əmanətdarlığına və düz danışmağına baxıb insanın qiymət verək. Burada bir dənə də incə nöqtəni deməyi özümə vəzifə bilirəm.
Xanım Zəhra salamun aleyhanı mən istəmirdim bayram günlərində bu nöqtələ işarə edirəm, amma məcburam xanım Zəhra salamun aleyhanı gərək tanıyaq, bilək onun başına gələn müsibətlər də nədir, haqqı nə qədər, qədri nə qədər bilinməyib. Bu Məqəl ibn Yezid necə gəlib nüfuz qazandı Müslim ibn Əqilin yanında, nüfuz qazanandan sonra öz nüfuzundan istifadə edib, deyək ki, sirləri bildi, sonra da xainlik elədi. Peyğəmbərin yanında da bəzi insanlar nüfuz qazanandan sonra öz nüfuzlarından istifadə edib Peyğəmbər qızının haqqına girdilər və qəsb elədilər, Peyğəmbər qızının ölümünə səbəb oldular. Bəli, və üçüncü müxalifət eləmədim. Ma xaləftükə, xanım Zəhra salamun aleyhə buyurur, mən sənə müxalifət eləmədim, müvafiq oldum səndən. Ailədə uyğunluq olsa, sən deyən yox, mən deyən olsa ailə yaşamır. Ailədə, ailə quranda mən getməli, biz gəlməlidir ortaya. Mənim ailəm, mənim uşağım, mənim evim, mənim maşınım yox, bizim. Ailə qurmaq məndən keçmək deməkdir. Məni qurban eləmək deməkdir. Ailə fədakarlıq tələb edir. İlk fədakarlıqda məni qurban eləməkdir. Əgər mən bizə çevrilməsə o ailə yaşamayacaq. Əli əleyhissalam xanım Zəhraya cavab verir. İndi bu müraciətə bax. Ya bintə Rəsulillah, ey Peyğəmbərin qızı, məazəllah, Allaha sığınıram. Ənti a'ləmu billah və əbər və ətqa və əkrəm və əşəddu xavfən minəllah. Bu xanım Zəhranın sifətlərin Əli əleyhissalam deyir. Ey Peyğəmbərin qızı, Allaha sığınıram. Sən Allaha aliməsən. Allahı ən yaxşı tanıyasan. Alim yox, ələm buyurur, ən yaxşı tanıyansan. Və əbər, bir yox, əbər ismi təfzillə buyurur. Ağa, ən yaxşısan, ən yaxşısan. Və ətqa, ən təqvalısan. Və əkrəm, Allaha ən əziz sənsən. Və əşəddu xavfən minəllah. Allahdan çox şiddətli qorxansan. Allah şünaslığın, xanım Zəhranın Allah şünaslığın Əli əleyhissalam təqdim edir. Kimin Allaha mərifəti çox olsa, onun dözümü çox olar. Ölümdən qorxmaz, günah eləməz, həyatı mənəvi olar, məyus olmaz. Bir sözlə həyatı tam gözəl olar. Quran-ı Kərim Allahdan qorxunu elmlə əlaqələndirir. Həzrəti Əli əleyhissalam niyə xanım Zəhraya buyurur? Ənti a'ləmu billah. Sən Allaha çox aliməsən, bilənsən Allahı. Allah təbarək və təala buyurur. İnnəmə yaxşallahu min ibadihi el-uləma. Allahdan yalnız alimlər qorxarlar. Nə eləyək Allaha elmimiz çoxalsın? Biz hardan Füzulini, Nizamini, şairliyin bildik. Biz Füzuli Nizami gördümüşdüyümü? Biz yerdə yaşamamışıq, həm söhbət olmamışıq. Əsər və kitablarından Nizamini, Füzulini tanımışıq. Bila təşbih, bu bir misaldır. Allah Taalanı tanımaq üçün də birinci Allahın kitabını öyrənmək lazımdır. Əziz Zəhra sevərləri. Oxumasaq, necə Füzulini tanımarıqsa, Allahın kitabını oxumasaq, Allaha mərifətimiz olmayacaq. Əgər Quranı oxusaq, onda görəcəyik Əyyub Peyğəmbər Allah yolunda o qədər çətinliklərə necə dözdü. Yusuf Peyğəmbər necə dözdü quyuya atılmağa, zindana. Bəli, Allah cisim deyil ki, şəxsən Allahla tanış olaq. Allah Taalanın əsərlərini tanımalıyıq. Mən arafə nəfsə fəqəd arafə Rəbbə. Kim özün tanısa Allahın tanıyar. Mən hardan gəlmişəm, hardayam, hara gedirəm, insan özünü tanıyır. Və yaxud da İmam-ı Sadiq əleyhissalam bir dənə yumurta ilə bir zındığı, bir kafiri döndərib müsəlman eləyir. Bu Allahın əsərləri ilə biz Allaha pənah aparıb Allahı tanımalıyıq. Xanım Zəhra həyatında bu Allaha mərifət mavc vurur ki, sonda Allah və onun Rəsulu və imamının yolunda canın fəda eləyir. Allah Teala xanım Zəhra salamun aleyhaya mərifətimizi günü gündən artırsın inşallah.
xanım Zəhranın balasının zuhurunu tezləşdirsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.